Bugün bir çoxlarımızın tanıdığı insülin hormonu haqqında danışmaq istirdim. İnsülin mədalatı vəzimizdə beta hüceyrə qrupu adlanan hüceyrələrdə ifraz olunur. Onu da qeyd edim ki, insülin ilk kəşf olunan zülal mənşəli hormondur. Onun kəşfinə görə 1921-ci ildə Frederick Banting adlanan Kanadalı bir alim Nobel mükafatı laureatı olmuşdu. İnsülinin bədənimizdə bir sıra əhəmiyyətli funksiyaları var, lakin onların arasında ən önəmlərindən biri olan karbohidrat mübadiləsini təmin etməsidir. Belə ki, biz tərkibində şəkər, yəni glukoza molekulları olan karbohidrat mənşəli məhsulları yediyimiz zaman bədənimizdə glukozanın səviyyəsi yüksəlir. Bilindiyi kimi bədənimiz enerji olaraq yalnız glukoza molekulundan istifadə edir. Yəni glukoza olmasa əslində insanın yaşamasından, insanın canlılığından söhbət belə gedə bilməz. Lakin bu glukozanı bədən özü istifadə edə bilmir. Bunun üçün insülin hormonuna ehtiyac duyur. Belə ki, qanımızda glukozanın səviyyəsi yüksələn kimi mədalatı vəzidə beta hüceyrə qrupu buna reaksiya verir və insülin hormonunun ifrazını artırır. İnsülin isə qanda olan glukoza ilə hüceyrələrimiz arasında sanki bir qapıcı rolunu oynayır. İnsülin hüceyrələrin üzərində yerləşən xüsusi reseptorlara, yəni hədəf nöqtələrinə bağlanaraq qapıların açılmasına və glukoza molekullarının oradan hüceyrənin daxilinə keçməsinə şərait yaradır. Yəni insülin hormonu olmadan glukoza özü hüceyrələrin içinə keçə bilmir və bədən o glukoza molekullarından enerji kimi istifadə edə bilmir. Məşhur olan şəkər xəstəliyinin əsas mexanizmləri də buna əsaslanır. Belə ki, şəkər xəstəliyinin birinci tipində adını çəkdiyimiz beta hüceyrələr qrupu kifayət qədər insülin ifraz edə bilmədiyi üçün glukoza molekulları hüceyrələrə keçə bilmir. Şəkər xəstəliyinin ikinci tipində isə mədalatı vəzləri müəyyən qədər insülin hormonu ifraz edirlər. Yəni qanda insülin hormonu mövcud olur. Lakin insülin hormonu glukoza üçün qapıcı rolunu mükəmməl şəkildə icra edə bilmir. Hüceyrələrimizdə insulinə qarşı müxtəlif səbəblərdən yaranan bir rezistentlik, müqavimət yaranır və insulin hüceyrələrdə qapını açıb glukozanı hüceyrələrin daxilinə keçirdə bilmir.